Bu ilin iyununda Buzovna sakinləri tarixi qayaların zəbt edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Onlar Xəzər sahilinin qısa müddətdə hasarlandığını və qayaların üzərində yeni tikililərin ucaldıldığını bildiriblər. Müraciətdən bir neçə gün sonra ölkə başçısı məsələ ilə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama görə qanunsuz hasar və tikililərin söküntüsünə başlanıldığı haqda ictimaiyyətə məlumat verilir. Sənədin tələbi ilə müəyyən müddət ərazidə söküntü işləri aparıldı. İnsanlar qayalıqlara atılan zibillərin toplanmasına da şahid oldu. Ancaq qeyd edildiyi kimi bu qısa müddətdə oldu. Yenidən necə deyərlər, köhnə hamam, köhnə tasdır. Bura Buzovna qayalıqlardır. Bir müddət əvvəl burada çəkiliş aparmışdı. Qanunsuz hasarları və tikililərin söküntüsünə başlanılsa da, lakin işlər yarımçıq olaraq qalır. Xalqın sərvətidir, olmaz. Xalqa aid olan hamısı xalqın olmalıdır. Mən uşaq vaxtı buradan Buzovnaya gedirdim, Zağulbaya qeydirdim, çimirdik, eləyirdik, gezirdik buralarda. İndi bax zəbt eləmirsən, gedib gələ bilmir. İndi sağ olsunlar, düzdür. Prezidentin köməkliyi ilə buraları söküblər, amma ki, yenə də qalıb elə. Xəzər rayon icra hakimiyyətindən vəziyyətlə bağlı münasibət öyrənməyə çalışdıq. İcra qurumunun Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən yalnız şifahi olaraq bildirildi ki, qəsəbədə sökülən tikililərin qallıqlarının təmizlənməsi prosesi davam edir. Amma hələ söküntüsü dayandırılan evlərlə bağlı qərar məlum deyil. David Nuraşvili, Ceyhun Baqifoğlu, Zaur Dadaşov, Elçin Tağıyev, ASTV Xəbər.